Salam değerli izleyiciler. İndi sizə Dövlət İmtahan Mərkəzi nəşr etdiyi 20 sınaq 1-ci qrup riyaziyyat test topuzundan nəhayət sonuncu 20-ci sınavın icazətini verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. X çıx y üstü 7 binomunun asışında x 4 y kub bir hədisinin əmsalını tapın. Binomun asışında k plus birinci hədd bərabərdir. K'nın bizon n'dən k vurulsun a üstü n çıx k vurulsun b üstü k'ya. İndi a'mız burada bərabərdir x'ə. B'miz də bərabərdir mənfi y'yə. N'də 7'dir. N'də 7'dir. Yerine yazsaq k'nın bizon 7'dən k vurulsun x üstü 7 çıx k vurulsun mənfi y üstü k'ya bərabər. İndi baxırıq. X'in qüvvəti 4, y-in qüvvəti 3'dür. Deməli k neçədir? K 3 olmalıdır. Yəni k 3 olanda alınır k'nın bizon 7'dən 3 x üstü 4 y mənfi y kubu. Bu da bərabərdir mənfi k'nın bizon 7'dən 3 x üstü 4 y kub. Əmsal soruşduğu üçün əvvəlcə k'nın bizon 7'dən 3'ü hesablamam lazım. K'nın bizon 7'dən 3 bərabərdir 7 faktorial bölünsün 4 faktorial fərqi 1'ə vurulsun 3 faktorial bərabərdir. 7 faktorial yazırıq 7 vur 6 vur 5 vur 4 faktorial bölünsün 4 faktorial vurulsun 3 faktorial da 6 deməkdir. Bunlar ixtisar gedəcək. 6'ları gedəcək ixtisar. 7 dəfə 5 35. Əmsal da mənfi olduğu üçün qalanda mənfi var deyə mənfi 35 olacaq. Doğru cavab A variantı. İkinci sualımız AC qövsü mərkəzi O nöqtəsində olan çevrənin 5/1 hissəsinə bərabər olarsa daxilə çəkilmiş ABC bucağının dərəcə ölçüsünü tapın. Baxaq, AC qövsü O nöqtəsində olan çevrənin 5/1 hissəsinə bərabər olarsa deyir. 5/1 hissəsi. Bizə nə soruşur? Ona görə mərkəzi bucaq. Deməli, AC qövsü çevrənin 5/1 hissəsidir də. Ona görə 360'ı böləcəm 5'ə. Olacaq 72 dərəcə. Deməli, AC qövsü 72 dərəcədir. Ona görə də ABC bucağının dərəcə ölçüsü olacaq. ABC bucağı daxilə çəkilmiş bucaq olduğu üçün dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünün yarısıdır. 72'nin də yarısı 36. Doğru cavab D variantı. Üçüncü sual. Bərabərsini həll edin. Burada nə edəcəyik? Kök altında 2 plus 1 üstü x. Buna bir dəyişən deyəcəm. A deyəcəm. Digər də olacaq onun tərsi. Yəni kökdə 2 çıx 1 üstü x olacaq 1 bölünsün A. Yerinə yazsaq A üstə gəl 1 kiçikdir 2 vurulsun 1 böl A. İndi burada nəyə baxırıq? Burada baxırıq ki A müsbətdir də. Dəyişən qüvvət hissəsində olduğu üçün bu həmişə 0-dan böyükdür. A müsbətdir. Bərabərsini hər tərəfə A-ya vursam A kvadrat plus A kiçikdir 2 alınır. Bu da A kvadrat üstə gəl A çıx 2 0-dan kiçik deməkdir. Bunu belə yazırıq. A üstə gəl 2 A çıx 1 0-dan kiçik. İndi baxırıq. A'mız müsbətdir. A'mız müsbət olduğu üçün A plus 2 müsbətdir. Hasili mənfi olması üçün A çıx 1 olmalıdır nə? Mənfi. Deməli A 1-dən kiçikdir. A 1-dən kiçik. A onsuz da 0-dan böyükdür. Buna heç baxmağa dəyməz. A 1-dən kiçikdir. A da nə idi bizdə? Kökdə 2 plus 1 üstü x. Yazırıq. Kökdə 2 plus 1 üstü x kiçikdir 1. Kökdə 2 plus 1 üstü x kiçikdir 1 yazıram. Kökdə 2 plus 1 üstü 0. İndi baxırıq. Əsas kökdə 2 plus 1'dir. 1-dən böyükdür. 1-dən böyük olduğu üçün işarə dəyişməz. Ona görə yazırıq ki x 0-dan kiçik. Cavabımız olacaq mənfi sonsuzluqdan 0'a. Yəni doğru cavabımız olacaq burada B variantı. Dördüncü sual. Tənlini həll edin.
Burada nəyə baxırıq? 2 dənə modul ifadə var. Birincinin kökü 1'dir. Birincinin kökü. Buranın kökü 1'dir. Buranın kökü isə 0'dır. Buna görə burada 3 hala baxacağıq. Birinci hal. X'imiz 0'dan kiçik olanda. X'imiz 0'dan kiçikdirsə, modul x çıx 1 olacaq. 1 çıx x'ə bərabər. 1 çıx x'ə bərabər. Və modul x ilə bərabər olacaq mənfi x'ə. Yenə yazsaq alınacaq x kvadrat. Üstə gəl 1. Üstə gəl 1 çıx x. Bərabərdir mənfi 2x. Buradan alınır x kvadrat. Üstə gəl 2. Çıx x plus 2x. Bərabərdir 0. X kvadratı plus x plus 2 bərabərdir 0'a. Burada artıq diskriminanta baxaq. Diskriminant bərabərdir b kvadrat çıx 4ac. 1'in kvadratı çıx 4 vurulsun 1 vur 2. 1 çıx 8 bərabərdir mənfi 7. Diskriminant mənfi olduğu üçün bu şərt daxilində kök yoxdur. İndi keçək ikinciyə. X'imiz ikisi arasında olanda, yəni 0 ilə 1 arasında olanda. 0 ilə 1 arasındadırsa, x'imiz deməli 0'dan böyükdür, amma 1'dən kiçik bərabərdir. Modul x çıx 1 olacaq, yenə də yer dəyişib çıxacaq 1 çıx x. Modul x'imiz isə olacaq müsbət x. Yenə yazsaq, x kvadratı, üstə gəl 1, üstə gəl 1 çıx x, bərabərdir 2x'ə. Buradan alınır x kvadrat, çıx 3x, üstə gəl 2, bərabərdir 0. Bu nə deməkdir? X çıx 2, x çıx 1, bərabərdir 0'a. Hasil 0'sa ən azı biri 0'dır. Deməli, x'in biri 2'dir, digəri də 1'dir. İndi baxırıq, bu şərti ödəyən yalnız 1'dir. 1 artıq kökdür. İşte növbəti, üçüncü variantda x'imiz 1'dən böyük olanda. X'imiz 1'dən böyüksə, x çıx 1 bərabərdir modulu x çıx 1'ə. Modul x yenə bərabərdir x'ə. Gətirib yenə yazsaq, x kvadrat, üstə gəl 1, üstə gəl x çıx 1, bərabərdir 2x'ə. Birlər islah olunur. Anlar burada x kvadrat, çıx x, bərabərdir 0. X'i çıxacaq mütərizə xaricinə, x çıx 1 qalır. Bərabərdir 0. Hasil 0'sa hər biri 0 ola bilər. X bərabərdir 0, x bərabərdir 1. Bunların da heç biri bu şərti ödəmədiyi üçün bunlar həll deyil. Deməli, həllimiz yalnız 1'dir. Buna görə doğru cavabımız burada C variantı 1'ə bərabərdir. 5-ci sual. İfadəsini sağlaşdırın. İ xəyali vahiddir. 1 üstə gəl, i üstü mənfi 1. Bu bərabərdir. 1 bölünsün, 1 üstə gəl, i üstü 1'ə. 1 bölünsün, 1 plus i. İndi isə sürəti də məxrəci də məxrəcin qoşmasına vuracaq. Məxrəcin qoşması 1 çıx idi. 1 plus i, 1 çıx i. Bərabərdir. Sürətdə 1 çıx i qalır yerində. A plus b, a çıx b. Bizə verir a kvadratı çıx b kvadratını verir. I kvadratını yenə də mənfi 1 yazsaq, 1 çıx i bölünsün 1 çıxılsın mənfi 1. Məxrəcdə alınır 2, sürətdə 1 çıx idi. Bu da bərabərdir 2'də 1 çıx 2'də 1 i. Yəni doğru cavabımız A variantı. 2'də 1 çıx 2'də 1 i. 4-cü sual. Tənliyini həll edin. Kosinus 4x üstə 6 sinus kvadratı x bərabərdir 1. Tənliyini həll edin. İndi burada nə edəcəyik? Deməli, 6 sinus kvadratı x bərabərdir yazırıq 1 çıx kosinus 4x. Bunun yerinə biz yaza bilərik 2 sinus kvadrat 2x yaza bilərik. 2 sinus kvadrat 2x yaza bilərik. Yazsaq orada 6 sinus kvadratı x bərabərdir 2 sinus kvadrat 2x. 2'ye ixtisar olunacaq burada təbii ki. 2'ye ixtisar getsə 3 sinus kvadratı x bərabərdir sinus kvadratı 2x. Sinus kvadratı 2x'i sola keçirsək, alınacaq 3 sinus kvadratı x çıxılsın. Sinus kvadratı 2x'i sola keçirsəm və sinus 2x'i yenə yazsam 2 sinus x kosinus x.
Bunda kvadratı bərabərdir 0. İndi burada 3 sinüs kvadratı x çıxılsın 4 sinüs kvadratı x kosinüs kvadratı x bərabərdir 0. Burada orta vuraq kimi sinüs kvadratı x çıxardan mütərizə xaricinə. Qalır burada 3 çıxılsın 4 kosinüs kvadratı x bərabərdir 0. İndi bunu yazmaq lazımdır. İndi hansı sıfırsa hər bir sıfır ola bilər. Deməli sinüs kvadratı x bərabərdir 0-dırsa sinüs x bərabərdir 0-a. X bərabərdir pi k. Bunu bildik. Bu həlli bildik. Keçək o birisinə. 3 çıx 4 kosinüs kvadratı x bərabərdir 0-a. Burada biz bilirik ki 2 kosinüs kvadratı x bərabərdir 1 plus kosinüs 2x-ə. 1 plus kosinüs 2x-ə. Bunu da 2'ye vursaq olacaq 2 plus 2 kosinüs 2x. Çünki burada 4 olduğu için ona göre bunu 2'ye vuranda bu alınacaq. Yenə yazsaq 3 çıx 2 çıx 2 kosinüs 2x olacaq. Bərabər 0. 2 kosinüs 2x bərabərdir 1'ə. Kosinüs 2x bərabərdir 2'də 1. Bu da məlum məsələ. 2x bərabərdir plus minus r kosinüs 2'də 1 üstə gəl 2 pi k. 2x bərabərdir plus minus pi böl 3 üstə gəl 2 pi k. Hər tərəfi də 2'yə bölsəm plus minus pi böl 6 üstə gəl pi k. Yəni bu da bizim həllimiz olacaq. Biri pi k'dır. Digəri də pi böl 6 plus pi k. Deməli doğru cavabımız A variantı. Pi k üstə gəl plus minus pi böl 6 üstə gəl pi n. Doğru cavab A variantı. Yeddinci sual. Deyir nasos hovuzda olan suyun üsttəki hissəsini 7,5 dəqiqəyə boşaldır. 5 dəqiqə işlədikdən sonra hovuzda 20 kubmetr su qalarsa hovuzun həcmini müəyyən edin. Baxırıq ki hovuzun üsttəki hissəsini 7,5 dəqiqəyə neyir? Boşaldır. İndi baxaq ki 5 dəqiqəyə hovuzun hansı hissəsi boşalacaq? X hissəsi. Çarpaz vursaq. Deməli x vur 7,5 bərabərdir 5 vur 3'də 2. Hər tərəfi ona vursaq x vur 75 bərabərdir 50 vur 3'də 2. İndi 50 ilə 75 25 hesab olur. Burada 2, burada isə 3. X vur 3 bərabərdir 3'də 4. X bərabərdir 9'da 4. Deməli 9'da 4 hissəsi boşalır. Yəni 5 dəqiqə ərzində 9'da 4 hissəsi boşalır. Birdən də 9'da 4'ü çıxsam qalacaq 9'da 5. Deməli hovuzun 9'da 5 hissəsi qalır 5 dəqiqə ərzində. O da 20 kubmetrdir. Hovuz əgər həcmi y-dirsə, 19'da 5'ini bizə verib 20. Hər tərəfi 9'a vursaq, y vur 5 bərabərdir 180'ə. Y qalınır buradan 36. Deməli doğru cavab burada nədir? 36'ya bərabərdir. 7'də D variantı. 8-ci sual və sualımız belədir. Ox kəsinin sahəsi kub kök altında 9 və pi kvadrat hündürlüyü ilə dolan arasındakı bucaq 45 dərəcə olan konusın xaricinə kürə çəkilmişdir. Kürənin həcmini tapın. İndi əvvəlcə nə etmək lazımdır burada? Kürə çəkilir, normal bir kürə. Bu bizim kürədir. Deməli, konusun xaricinə kürə çəkilidir. O kəsinin doğranla. Baxın, deyir ki, hündürlüklə doğran arasındakı bucaq 45 dərəcə. İndi hündürlüklə doğran arasındakı bucaq 45 dərəcədirsə, hündürlük orada tənbən olur.
45, 45 deməli 90. Ona görə də konusun oturacağı ilə kürənin ən böyük müstəvi kəsi üstə düşür. Ona görə də konusun oturacağın diametri ilə kürənin diametri üstə düşəcək. Çünki bizə buradakı bucağı verib 45 dərəcə. Bura 45 isə burada 45-dir. Yəni bura 90 olur. Bura 90 isə deməli mütləq bu A, B diametri üzərində yerləşməlidir ki, bu bucaq olsun 90 dərəcə. Burada C, burada O. İndi bura R, burada R'dir, radiusdur. Eyni zamanda OC də radiusdur. Bunu bildik. İndi ox kəsinin sahəsi. Konusun ox kəsinin sahəsini verib. Konusun ox kəsinin sahəsi. Konusun ox kəsi 3 bucaqdır. Düz bucaqlı 3 bucaqdır. Sahəsi yazıram S 3 bucaq ACB bərabərdir. Hündürlüğü R'dir. Oturacağı da 2 R'dir. 2R vur R böl 2. Bu da bərabər nəyə? R kvadrat. Bu ox kəsinin sahəsi budur. Yəni R kvadratı buna bərabərdir. R kvadratı bərabərdir. Kub kök altında 9 böl pi kvadrat. Bunu da belə yazırıq. R kvadrat bərabərdir. Kub kök altında 3 böl pi'nin kvadratı. Deməli R bərabərdir. Kub kök 3 böl pi. Bunu tapdıq. Bu R həm konusun radiusudur, həm də kürənin radiusudur. İndi deyir ki, kürənin həcmi. Kürənin həcmi V bərabərdir. 3'də 4 pi R kubuna. 3'də 4 pi vurulsun R kub. Bunda kubu 3 böl pi olacaq. 3 böl pi. Pi'lər gələcək, üstlər gələcək. Həcm qalacaq 4. Yəni doğru cavab burada 8'də Y variantı. 4'ə bərabərdir. 9-cu sual. Sual belədir. Y bərabərdir. Kök altında 36 çıx x kvadrat vurulsun. Loqaritm 3 əsaslan x kvadrat çıx 2x çıx 8 funksiyasının təyin oblasını tapın. Biz bilirik ki, kvadrat kök verilibsə kök altı ifadə mənfi ola bilməz. Bu birinci şərtimiz. Loqaritmik funksiya verilibsə əsas müsbət olmalıdır. Əsas 1 ola bilməz. Əsas üstü müsbətdir onsuz da. Bir də loqaritm 6 ifadə müsbət olmalıdır. Bir də yazırıq ki, x kvadrat çıx 2x çıx 8 böyükdür 0. Bizə lazımdır bu iki dənə bərabərsinin kəsişməsi. Bu iki bərabərsinin kəsişməsi bizə verəcək bunun təyin oblasıdır. İndi birinci bərabərsinin hər tərəfini mənfiyə vursam, x kvadrat çıx 36 kiçik bərabər 0. Bu da x çıx 6 x plus 6 kiçik bərabər 0. Bunu da ədəd oxunda qeyd eləsək, kökün biri 6'dır, biri mənfi 6. Hər ikisini də alır. Mənfi 6, müsbət 6. 6'nın sağında x'in yenə 7 yazsaq, 7 çıx 6 müsbətdir, 7 plus 6 müsbət, hasil müsbət. Mənfi 6 ilə 6 arasında 0 yazsam x'in yerə, biri mənfi, biri müsbət, hasil mənfi. Mənfi 6'nın solunda x'in yerə mənfi 7 yazsam, hər ikisi mənfi, hasil müsbət. Bizə mənfi lazımdır. Mənfi 6 parçası. Bunu yazdıq. Keçirik opisinə. Bunu belə yazırıq. X çıx 4, x plus 2 böyükdür 0. İndi burada kökün biri 4'dür, biri mənfi 2'dir və hər iki kök açıq formada olacaq. Çünki ciddi bərabərsizlik var. Mənfi 2 boşluq içində, 4'də boşluq içində. 4'ün sağında x'in ilə 5 yazsam, 5 çıx 4 müsbət, 5 plus 2 müsbət. Mənfi 2 ilə 4 arasında x'in ilə 0 yazsam, birincisi mənfi, ikincisi müsbət, hasil mənfi. Mənfi 2'nin solunda x'in ilə mənfi 3 qoysam, hər ikisi mənfi, hasil müsbət. Burada müsbət lazımdır. Burada həll olacaq mənfi sonsuzluqdan. Mənfi 2'yə birləşir 4 müsbət sonsuzluq. İndi bizə lazımdır bunun kəsişməsi. Baxırıq kəsişmə baş verir. Mənfi 6'dan mənfi 2 açıq mütərizə birləşir 4 açıq 6 qapalı. Yəni həllimiz bu şəkildə olacaq. Mənfi 6, mənfi 2 açıqdır, 4 açıq. Doğru cavab 9'da A variantı. 10. sual. ABC, A1, B1, C1 düzgün üçbucaqlı prizmasının bütün tilləri 1'ə bərabərdir. D1 və Y1 uyğun olaraq A1, C1
və B1, C1 parçaların orta nöqtəsi olarsa, AD1 və CY1 düz xəttlər arasındakı bucağın kosinusunu tapın. Bunun hazır şəklini çəkmişəm ki, vaxt getməsin deyə. Baxın, şəkil bu formadadır. ABC düzgün üçbucaqlıdır, prizmadır və D1 AC1-indir. Y1 də Y1 də B1 C1-in orta nöqtəsidir. Bizdən də soruşur AD1 ilə CY1 arasındakı məsafə nəyə bərabərdir? Daha doğrusu bucağın kosinusu nəyə bərabərdir? Burada hal-hazırda baxanda çətin görünür. Nə edəcəm? AD1-ə paralel C təpəsinə bir xətt çəkirəm. Çəkdiyim bu düz xətt elə AD1-ə paralel olduğu üçün mən bura bir K desəm, CK ilə CY1 arasındakı bucaq elə CY1 ilə AD1 arasındakı bucağa bərabər olacaq. Ona görə də kosinusları da eyni olacaq. Deməli, C təpəsindən bu çəkdiyim CK düz xətti AD1 düz xəttinə bərabər olduğu üçün, deməli, burada C1K-da ilə tərəfin yarısı olacaq, tilin yarısı olacaq. Tili 1 verib, mən tilə heç 1 yox, 2x deyirəm. Bütün tillərə 2x deyirəm. Onun fərqi yoxdur onsuz da. Çox. Tilə 2x deyirəm. 2x. Ona görə də burada 2x-dir. Yarısı olduğu üçün bura x olacaq. Bura x. Bura 90-dır. 90 olduğu üçün x 2x. Pifaqoran bura çıxacaq x köşdə 5. Bura x köşdə 5-sə burada olacaq x köşdə 5. Eyni zamanda CY1 də olacaq x köşdə 5. X köşdə 5. İndi mən Y1K-nı birləşdirirəm. İndi burada nəyə fikir vermək lazımdır? Bura x-dir, burada x-dir. Burada x-dir. Bunu bildik. İndi digər tərəfdən də düzgün üçbucaq olduğu üçün bu bucaq 60 dərəcədir. Bu bucaq 60 dərəcədirsə, bu bucaq olacaq 120 dərəcə. Baxırıq, bərabər yanlı üçbucaqdır. Yan tərəfi x, təpə bucaq 120. Təpə bucağın qarşısı olacaq x köşdə 3. Bizdən nə soruşur? Bu bucağın kosinusu. İndi CY1K üçbucağına baxaq. CY1K üçbucağı. Bizdən də soruşur Y1CK üçbucağının, Y1CK bucağının kosinusunu soruşur. Buna görə yazırıq ki, bu bucağın qarşısındakı tərəf x köşdə 3-ün kvadratı, kosinuslar terimi bərabərdir x köşdə 5-in kvadratı, üstə gəl x köşdə 5-in kvadratı, çıxılsın 2x köşdə 5, vur x köşdə 5, vursun həmin bucağın kosinusu, kosinus alfaya. Bizə kosinus alfa lazımdır. Deməli, sol tərəfdə alınır 3x kvadrat, bərabər sağ tərəfdə alınır 5x kvadrat, üstə gəlir 5x kvadrat, çıxılsın, burada alınır 10x kvadrat, kosinus alfa. İndi hər tərəfi x qatına bölsək, burada alınacaq 3, bərabərdir. Burada alınacaq, bu ikisini birləşdirəndə 10, çıx 10 kosinus alfa. Burada alınır ki, 10 kosinus alfa bərabərdir 3'ə deyirəm, 10 çıx 3'ə 7'yə, kosinus alfa bərabərdir 0.7. Yəni, həmin bucağın kosinusu olacaq 0.7'yə. Doğru cavab C variantı. 11-ci sual. İfadəsinin qiymətini tapın. Deməli, kök altında 3 minus köşdə 8 çıxılsın köşdə 2 bərabərdir. 3 çıxılsın. Köşdə 8 yazıram. 2 köşdə 2. Çıx köşdə 2. Bu da bərabərdir. Burada nəyə baxırıq? Birinci kökün altındakı ifadəni tam açıq aydın yazıram. 3'ü yazıram köşdə 2'nin kvadratı. Üstə gəl 1'in kvadratı şəklində. Çıxılsın. 2 köşdə 2 yazıram. 2 vur köşdə 2 vur 1. Çıx köşdə 2. Baxıram. Birinci kökün altındakı ifadə bizə verir köşdə 2 çıx 1'in kvadratını verir. Çıx köşdə 2. Kökün dərəcəsi 2 olduğu üçün, buradakı qüvvət də 2 olduğu üçün onlar ixtisar gedir və modul çıxır. Modul köşdə 2 çıx 1. Çıxsın köşdə 2. Köşdə 2 1-dən böyük olduğu üçün bura müsbətdir. Moduldan özü çıxır. Köşdə 2 çıx 1. Çıx köşdə 2. Bunlar sıfıra gedəcək, nəticə qalacaq -1.
Yəni doğru cavab 11'də A variantı. Burada C idi. 12. Kvadrat tənliyin x və 2 yeganə həllidir. ABC əmsaların cəmi 2 olarsa, yəni A plus B plus C bərabərdir 2 olarsa, bu əmsaları tapın. İndi yeganə həll 2 idisə, deməli biz kvadrat tənliyi bu şəkildə yaza bilərik, sol tərəfi. Yəni A vurulsun x çıx 2'nin kvadrat şəklində yaza bilərik. Bərabərdir nəyə? 0'a. A vurulsun x kvadrat çıx 4x plus 4 bərabərdir 0'a. A'nı içəri vursam ax kvadrat çıx 4ax plus 4a bərabərdir 0. Baxırıq. B'nin yerində yəni bundan bunu müqayisə eləyək də bu ikisini. Baxırıq. B'nin yerində nədir? B'nin yerində mənfi 4a'dır. C'nin yerində 4a'dır. Gətir bunları burada yerinə yazsaq. A üstə gəlir mənfi 4a. Üstə gəlir 4a. Bərabərdir 2'ye. Bunlar getdi 0'a. A alır 2. A 2 ise A'nın qiyməti burada yine yazsam B olacaq mənfi 8. A'nın qiymətini burada yine yazsam C olacaq 8. Deməli A2 B nə? C. B mənfi 8'də C müsbət 8. Doğru cavab B variantı. Gəldi növbəti 13-cü sual. B'nin həndəsi silsiləsində B2 vur B10 16 olarsa B4 vur B6 vur B8'i tapın. Baxaq. B4 vur B6 vur B8. İndekslərin cəminə baxsaz 4 ilə 8-in cəmi 12. Ona görə də onların yerinə yaza bilərsiniz B6 vur B6. Bir də B6 var. Bir də vur B6. Olacaq B6'nın kubu. Şimdi B2 ilə B10'un hasılını bizə verib 16. İndekslərin cəminə fikir versəniz 12'dir. Yaza bilərik B6 vur B6 bərabərdir 16'ya. B6'nın kvadratı bərabərdir 16'ya. B6 bərabərdir plus minus 4. Burada B6'nın kubudur. Bizdən B6'nın kubunu soruşur. Ona görə B6'nın da kubu olacaq plus minus 64. Yəni doğru cavab C variantı. 14-cü sual. Limit x sıfıra yaxınlaşır. Sinus 3x bölünsün x kvadrat plus 2x limitini hesablayın deyir. X'in yerə 0 yazsaq sürətlə məxrəcə 0'a gedir. Ona görə sürətin ayrıca türəməsi, məxrəcin də ayrıca türəməsini tapsaq, yəni L'Hopital qaydasını tətbiq eləsək, alınacaq limit x yaxınlaşır 0'a. Kosinus, yəni sinusun türəməsi kosinus olacaq. Sinus kx'in türəməsi kosinus kx'dir. Yəni olacaq 3 kosinus 3x. Məxrəcin türəməsi, x katın türəməsi 2x, 2x'in də türəməsi 2. İndi isə x'in yerinə rahatlıqla 0 yaza bilərik. Alınacaq 3 kosinus 0 bölünsün 0 plus 2. Kosinus 0'da alır 1. 3'ü 1'e vuranda 3 bölünsün 2. Nəticə 1,5. Doğru cavab 14'də A variantı. Növbəti sualımız 15-ci sual. Sinus alfanı verib mənfi 2'nin kökdə 11'ə nisbəti olarsa tangens kvadrat 2 alfanı hesablayın. İndi sinus alfanı bizə verib mənfi 2'nin kökdə 11'ə nisbəti. Bu alfa desəm mənfini boş verirəm. Bura 2, bura kökdə 11. Yəni düz bucaqlı üçbucaqda sinus bucağın qarşısındakı katet hipotenusdur. Pifaqoran bura çıxsa kökdə 7. Bu qalsın belə. İndi tangens kvadrat 2 alfa. Bu bərabərdir. Sinus kvadratı 2 alfa bölünsün kosinus kvadratı 2 alfaya bərabərdir. Kosinus kvadratı 2 alfa. İndi kosinus 2 alfanı belə yaza bilərəm. Kosinus 2 alfa bərabərdir. 1 çıxılsın 2 sinus kvadratı alfa yaza bilərik də. Bu da bərabərdir. 1 çıxılsın 2 vurulsun sinus kvadrat. Yəni bunun kvadratı. Bunun kvadratı bizə verir. Sinus kvadrat alfa bizə verir. 4'ün 11'ə nisbəti. 4'ün 11'ə nisbəti. 4'ün 11'ə nisbəti. Bu da bərabərdir 1 çıxılsın. 11'də neçə eləyir? 11'də 8. Yəni 11'də 3.
Yəni kosinus 2 alfa buna bərabərdir. 11-də 3. İndi burada kvadrat olduğu üçün məxrəcdə olacaq 121-də 9. Bunu bildik. İndi bizə lazımdır sinus kvadrat 2 alfa lazımdır. Sinus kvadrat 2 alfa da bərabərdir. 1 çıxılsın kosinus kvadrat 2 alfaya bərabərdir də bu. Yəni 1 çıxılsın 121-də 9. Bu da olacaq 121-də 112. 121-də 112. Bunu da bir-birinə böləndə alınacaq 112-nin 9-a nisbəti. Yəni doğru cavabımız olacaq Y variantı. 112-nin 9-a nisbəti. Növbəti sualımız 16-cı sual. Y bərabərdir x kvadrat çıx 2x plus 1 funksiyasının və onun törənməsinin qrafikləri ilə hüdurlanmış fiqurun sahəsini tapın deyir. İndi mən burada bunun üçün xüsusi bir şəkil çəkmişəm. Sayğıda ansın deyə. Bir paraboldur. Parabolun qrafiğini qurmuşam. Təpə nöqtəsi 1-dədir. Burada apsaq üzərindədir təpə nöqtəsi. Onun törənməsi də y bərabərdir. Bizə verir 2x çıx 2. İndi törənməsi ilə özü iki yerdə kəsişir. Biri apsi 1 olan nöqtədə kəsişir. Yəni bu təpə nöqtədə kəsişir. Bir də apsi 3 olan nöqtədə kəsişir. Burada. Deməli 1-dən 3-ə dəyişir x-imiz. 1 1-də kəsir, 1 də 3-də kəsir. Bizdən nə soruşur? Bu hissənin sahəsi. Bu hissənin sahəsini soruşur. Nəyə bərabərdir? Bu hissənin sahəsini tapmaq üçün deməli ən üstdə olan qrafik düz xəttdir. Ondan çıxmalıyıq funksiyanın özünü. Yəni yazırıq integral 1-dən 3-ə. Yəni x-imiz dəyişir 1-dən 3 arasında. 1-dən 3-ə 2x çıx 2 çıxılsın x kvadrat plus 2x çıx 1. Yəni bizdən bunu soruşur. dx 1-dən 3-ə. İndi baxaq 2x 2x 4x çıx x kvadrat çıx 3 dx. Bu da bərabər. 4x integralı bizə verir 2x kvadratını verir. 2x kvadratı. X integralı x kubu bölü 3. Şimdi integralı 3x. 1-dən 3-ə. Bu da bərabərdir. 3 yerinə yazanda 2 vur 3-ün kvadratı çıxılsın 3-ün kubu bölü 3 çıxılsın 3 vur 3. Çıxılsın 1 yerinə yazanda 2 vur 1-in kvadratı çıx 3-də 1-in burada kub çıx 3 vur 1. Bu da bərabərdir. 3-ün kvadratı 9. 2 vuranda 18. 3-ün kubu 27. 3-ə böləndə 9. Çıx 3 dəfə 3 9. Çıxılsın. Burada alınır 2. Çıx 3-də 1. Çıx 3. Bunlar sıfıra gələcək. Və qalır -2 plus 3-də 1 plus 3. Bu da bərabərdir 1 tam 3-də 1-ə. Yəni 3-də 4. Doğru cavabımız 16-da A variantı 3-də 4-ə bərabərdir. Növbəti sual 17-ci sual. Mərkəzi düzbucaqlı üçbucağın hipotenuzu üzərində olan çevrə onun katetlərinə toxunur. Üçbucağın katetlərinin uzunları 2 və 4 olarsa çevrənin uzunluğunu tapın. Bunun da şəklini çəkmişəm. Bu şəkildədir. Deməli, mən bura C deyirəm. Bura A, bura B deyirik. B. İndi katetləri 1-i, 2 və 4-dür. Mən nə edəcəm? Bunları mərkəzlə birləşdirsəm, bu şəkildə. Bunlar radiusdur. Bura R, burada R'dir. Yəni, radius toxunma nöqtəsində toxunma perpendikular. Bura 90, bura 90. 3 dənə 90, bura 90 olacaq. Deməli, bu nədir? Kvadratdır. Burada R, burada R'dir. İndi katetin biri neçədir? 4-dür. Deməli, bura olacaq 4 çıxır. Digər 2-dir. Burada olacaq 2 çıxır. İndi bura O deyirəm. Bura bir dənə D deyim. Bura bir dənə Y deyim. Y. İndi baxırıq. Burada üçbucaq A, D, O. Oxşardır üçbucaq A, C, B-yə. Oxşar olduğu üçün onda yazırıq A, D-nin A, C-yə nisbəti 2 çıxırın 2-yə nisbəti ümumi 2-dir. Bərabərdir. D, O, R-in
CB-yə nisbəti. CB-də 4. 4-ə nisbəti. Burada x-a gələcək. Burada 1, burada alınacaq 2. Çarpaz vursaq 4 çıx 2r bərabərdir r-ə. 3r bərabərdir 4-ə. R bərabərdir 3 üstə 4. Radius 3 üstə 4-dür. Çayın uzunluğu. Çayın uzunluğu c bərabərdir 2 pi r. 2 vurulsun. Pini verib 3. Vur 3 üstə 4. Üstlər getdi. 2 dəfə 4. Cavab olacaq 8. Yəni doğru cavab burada 8-ə bərabərdir. 18-ci sual. 1-dən 10-a qədər bütün ədədlərə bölünən ən kiçik natural ədədi tapın. Burada 1-i saymağa ehtiyac yoxdur. 1-dir, sonra 2-dir, 3-dür, 4-dür, 5-dir. Bunları götürməyə ehtiyac yoxdur. Hətta 6-nı da götürməyə ehtiyac yoxdur. Çünki mən 7, 8, 9, 10-u götürsəm, 8-in içində həm 2, həm 4 var. 8 olduğu üçün, 9 olduğu üçün ikisini 2 və 3 götürsək 6 da olacaq burada. Eyni zamanda onun içərisində 5 də var. Problem yoxdur. Bunların əlçobunu tapsam mənə bəhs edəcək. 8-dən 9-un əlçobu məlum məsələ. 8-dən 9-un əlçobunu tapsam birinci, rahatdır. Bu mənə verir 72. Çünki qarşılıqlı sayıdır. 72 ilə də onun əlçobu 360-dır. 360-dan 7 qarşılıqlı sayıdır. Əlçob olacaq hasisləri. Yəni 7-ni vurmalıyım 360-a. 0, 42, 2520. Yəni doğru cavab burada 2520-yə bərabərdir. A variantı. 19-cu sual. P8 və Q9 olduqda ifadəsinin qiymətini hesablayın. Təbii ki, bunu birbaşa yaza bilmərik. Birbaşa yazsaq, birbaşa yerinə qoysaq, biraz əziyyət verəcək bizə. Ona görə də burada nə eləmək lazımdır? Birincinin sürətə məxrəcini vuracaq nəyə? Kök altında P plus kökdə Q. Bölünsün məxrəc kökdə P çıx kökdə Q. Vursun kökdə P plus kökdə Q. Bu da bərabərdir. Artı məxrəcdə alınacaq A kvadrat çıx B kvadrat. Yəni P çıx Q. Sürətə alınır 2 kökdə P, üstəlik 2 kökdə Q. Gətirib yerinə yazsa, 2 kök altında P çıx topla. 2 kök altında Q bölünsün P çıx Q çıxılsın 2 kök altında P bölünsün P çıx Q. İndi baxırıq. P çıx Q ortaqdır. P çıx Q ortaqdır. Yazıram P çıx Q. Sürətləri çıxsam 2 kök altında P'lər ixtisar gələcək. Qalır 2 kök altında Q. Bu da bərabərdir. 2 kök altında Q bizdə 9'dur. Bölünsün 8 çıx 9. Bu da bərabərdir. Sürətdə 2 vur 3. Məxrəcdə -1 və nəticə olacaq -6. Yəni doğru cavab 19'da B variantı. 20-ci sual. Həcmi 9 kub santimetr olan ABC, A1, B1, C1 prizmasından C1, ABC piramidası kəsildi. Qalan hissəsinin həcmini tapın. Bunun şəklini çəkmişəm. Baxın, belə bir şeydir. Burada baxırıq. Prizmanın həcmini bizə verib 9'dur. Prizmanın həcmi və prizma yazıram. Prizma bərabərdir. E oturacaq, vur H. Yəni H-ları nə formada çəksək, H-ları eyni olacaq onsuz. Ona görə də oturacağı da ABC-dir. ABC-dir. Burada. Piramidin həcmi isə E oturacaq, vur H. Bir də vur 3 üstə 1 olacaq. 3 üstə 1. İndi prizmanın həcmi 9 olduğu üçün, yəni bura 9'a bərabərdir. 9'un 3 üstə 1 hissəsi olacaq 3. Deməli, həcmi 3 olan C1 ABC piramidası kəsilir. 9'dan 3 çıxanda yerdə qalır 6. Deməli, qalan hissənin həcmi olacaq 6 kub santimetr. 21-ci sual. Tərəfi 8 santimetr olan kvadrat 64 kongruent kvadrata bölünmüşdür. Kvadratın daxilinə kiçiyin sahəsi 9 pi olan 2 dairə çəkilmişdir. Rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissənin sahəsini tapmaq üçün böyük dairənin sahəsində kiçik dairənin sahəsini çıxmaq lazımdır. İndi baxırıq. Böyüyün radiusu nədir? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8.
Deməli tərəf 8-dirsə, deməli uzunluq 8-dirsə, deməli böyüyün radiusu nə olacaq? Böyüyün radiusu olacaq 4. Ona böyük dairənin sahəsində pi vur 4-ün kvadratından çıxmaq lazımdır. Kiçik dairənin sahəsini. 16 pi çıx 9 pi olacaq 7 pi. Deməli rənglənmiş hissənin sahəsi olacaq 7 pi. Doğru cavab burada D variantı. 22-ci sual. Və sual belədir. X plus 5 kök altında böyük bərabər 7 çıx x bərabərsini həll edin. Burada nəyə fikirmək lazımdır? Yəni bir dəfə yazmalıyıq ki, birinci hal 7 çıx x mənfidirsə, sadəcə yazmalıyıq ki, x plus 5 böyük bərabər 0. Bu bərabərsizlik sistemini həll etmək lazımdır. X 7-dən, birincidən x alınır 7-dən böyük, x 7-dən böyük. Buradan alınır x böyük bərabər mənfi 5. Bunun həlli olacaq 7 müsbət sonsuzluq. Yəni keçirik ikinci hala. İkinci hal yazırıq ki, 7 çıx x böyük bərabər 0 olanda, x plus 5 də böyük bərabər 0 olanda, yəni hər ikisi həm sol tərəf, həm sağ tərəf mənfi olmayanda, bərabərsinin hər tərəfini kvadrata yükseltmək lazımdır. Alınacaq x plus 5-in kvadratı, daha doğrusu, x plus 5 böyük bərabər hər tərəfin kvadratını alsaq 7 çıx x-in kvadratından. İndi baxaq. Birincidə alınır x kiçik bərabər 7, ikincidə alınır x böyük bərabər mənfi 5. Gəlin buna baxaq ayrıca. X plus 5 böyük bərabər 49 çıx 14x üstəlik x kvadrat. Burada alınır x kvadrat çıx 15x üstəlik 44. Kiçik bərabər 0. Bu da nə deməkdir? X çıx 4, x çıx 11, kiçik bərabər 0. Bunu da həll etsək, bərabərsizliyi intervallar üsulunu həll etsək, bunda kökü çıxacaq 4 ilə 11 arasında. 4 ilə 11 arasında. Gətirib bunu bunlarla kəsişdirsəm, cavabım olacaq 4 ilə 7 arasında. 4 ilə 7 arasında. Buradakı həll də 4 ilə 7 arasındadır. Deməli, yekun həllimiz bu həllin nəyi olacaq? Birləşməsi. Bunları da birləşdirsək, yekun həll olacaq 4-dən müsbət sonsuzluğa. Yəni, doğru cavab olacaq A variantı. Oturacağı AC olan bərabər yanlı üç bucağın C bucağının tən böləni AB tərəfinin D nöqtəsində kəsir. AC oturacağının üzərində Y nöqtəsi elə yerləşdirilmişdir ki, DY DC perpendikulyardır. AD 3 olarsa C'nin uzunluğunu tapın. İndi bərabər yanlı üç bucaq çəkirik. Bu bərabər yanlı üç bucaq olsun. AC oturacaqdır. C bucağın tən böləni, uzun C bucağın tən böləni, biraz tən bölənə oxşamadır. C bucağın tən böləni AB tərəfini D nöqtəsində kəsir deyil. D oturacaq üzərində Y nöqtəsi ilə qeyd olunub ki, Y nöqtəsi DY ilə DC perpendikulyardır. Yəni, burada 90'dır. Bunu da verib 2. Üzr istəyirəm 3. Buradan 3 verib. Tən böləndir. Mən bura alfa desəm, burada alfadır. Burada alfa. Alfa burada olacaq 2 alfa. Çünki nədir bu? Bərabər yanlış bucaqdır. İndi mən D nöqtəsindən AC paralel bir xətt çəkəcəm. AC paralel bir xətt. AC çəkdim paralel bu xətt. Da deyirəm DK xətti. DK AC paraleldir. DK AC paralel çəkdiyim üçün və bərabər yanlı olduğu üçün DA ilə KC bərabərdir. Bura olacaq 3. Və DK AC paralel olduğu üçün DCA bucağı ilə CDK bucağı daxili çarpaz bucaqdır. Yəni, burada olacaq alfa. Baxırıq. Bura alfa olduğu üçün DKC bərabər yanlı 3 bucaqdır. DK ilə KC bərabərdir. KC 3 olduğu üçün DK da olur 3. Bunu bildik. İndi isə keçək YDC üç bucağına baxaq. YDC düz bucaqlı 3 bucaqdır. Düz bucaq təpəsindən medianı çəksəm, bu median hipotenuzu yarıya böləcək.
Burada deyim hər hansı bir dənə f. Df median olsun burada. Yəni hipotenuzu yarıya bölür. Yəni YF ilə FC bərabərdir. İndi baxırıq. DFC-yə baxaq. DFC. Və düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Yəni DF də, FC də, YF də birinə bərabərdir. Birinə bərabərdir. İndi baxırıq ki, DFC-də bərabər yanlış bucaq olduğu üçün C bucağı ilə D bucağı eyni olacaq. Bura alfası, burada alfadır. Alfa. Alfa, bura 2 alfa. 2 alfa. Baxırıq ki, ADF bərabər yanlış bucaqdır. ADF bərabər yanlış bucaq. AD üstdürsə, DF də 3'dür. DF 3'dürsə, YF də 3'dür. FC də 3'dür. Və nəticə olacaq 6. Bizdən C yeni soruşur. Doğru cavab 6'ya bərabərdir. 24-cü sual. Fəzada ABC nöqtələri verilmişdir. AB vektoru və BC vektoru arasındakı bucağın dərəcəsini tapın. İndi AB vektoru komponentləri yazaq. Son nöqtə B'dir. B'dən çıxan A'nın koordinatları. 4'dən 1 çıxanda 3. 5'dən 2 çıxanda yenə 3. 6'dan 3 çıxanda yenə 3. Maşallah hamısı 3'dür. İkincisi BC vektoruna. BC vektoru. Son nöqtə C'dir. 7'den 4 çıxsam 3. 8'den 5 çıxsam 3. 9'dan 6 çıxsam 3. İndi bu iki vektorun arasındakı bucağın kosinusunu sorur. Tapaq birinci kosinusu. Kosinus tapandan sonra ondan sonra bucağı tapacağıq. Demək kosinus alfa bərabər olacaq. Bunların skalar hasili. Skalar hasili 3 vuranda üstə gəl. İriklərin hasili 3 vur 3. İşte x'lərin hasili 3 vur 3. Modulları hasili. Bunun modulu olacaq. Kök altında 3'ün kvadratı plus 3'ün kvadratı plus 3'ün kvadratı. Modulları eyni olduğu için burası bir de ne? Kök altında 3'ün kvadratı plus 3'ün kvadratı plus 3'ün kvadratı beraberdir. Sürətdə alınır 27. Sürətdə 27 alınır. Məxrəzdə alınır burada. Kökdə 27, vur kökdə 27. Bu da bərabərdir 27'nin 27'dən nisbəti, bu da bərabərdir 1'ə. Yəni bunların arasındakı bucaq olacaq 0 dərəcə. Yəni bunlar arasındakı bucaq olacaq 0 dərəcə. Yəni kosinus alfa 1'dirsə, deməli alfa olacaq 0 dərəcə. $25-ci sual. Təhlilini həll edin. Sol tərəfdə içini belə yazıram. Loqaritm 3 əsasdan 9 şəklində yaza bilərəm. Çıx loqaritm 3-dən x. Bu da belə bərabərdir. Loqaritm 3 əsasdan 9 böl x-ə. Deməli, indi isə yazmalıyıq ki, 9 böl x nəyə bərabərdir? 9 böl x bərabərdir buna. 9 böl x 9 böl x bərabərdir 3'də 5 modul x plus 2. İndi aydın məsələdir ki, bura baxanda görünür. Bura baxanda görünür ki, x'imiz nədir? X'imiz 0'dan böyükdür. Ona görə moduldan özü çıxacaq. 9 böl x bərabərdir 3'də 5x plus 2. Burada hər tərəfi mən x-a vura bilərəm. Hətta 3x-ə vurum. X'imiz müsbətdir artıq. Burada heç bir problem yoxdur. Yəni x 0'dan fərqli. Yəni x müsbətsə 0'dan fərqli olacaq. Hər tərəfi 3x-ə vursam, 3x-ə vuranda burada 27 alınır. 27. 3x-ə vuranda burada alınır 5x kvadrat. Burada alınır 6x. Bunu yazırıq bu şəkildə 5x kvadrat üstə 6x çıx 27. Bərabər 0. İndi bizə lazımdır bunu vurgulara ayırmaq. Şimdi görə burada necə yazacağıq? Bunu belə yazırıq. 5x kvadrat 5x kvadrat. Deməli, çıx 15x çıxıb topla 15x topla 15x çıx 9x belə yazsaq çıx 27 bərabər 0. Bu ikisini də ortaya vuruq 5x-dir. 5x-i çıxaran mütərizə xaricinə qalır x plus 3. Bu da ortaya vuruq 9'dur. Çıxardırıq x plus 3 bərabər 0. Orta vuruq kimi x plus 3'ü çıxarsam mütərizə xaricinə qalır 5x çıx 9 bərabər nəyə? 0'a. Hasil 0-sə ən azı biri 0'dır. Sadəcə x-imiz müsbətdir deyə şərt yazmışam. X müsbətdir. Bura 0 ola bilməz.
Deməli 5x çıx 9 bərabərdir 0-a. 5x bərabərdir 9-a. X bərabərdir 1,8. Yəni doğru cavab burada x-in qiyməti 1,8-ə bərabərdir. Növbəti sualımız 26-cı sual. Yuxarıya atılan topun yerdən hündürlüyü hd bərabərdir 1/11t çıx 5t kvadrat qanunu ilə dəyişir. Burada t saniyə ilə h metrlə ölçülür. Top neçə saniyə ərzində 3 metrdən çox hündürlükdə olar. Yəni bizə deyir ki, hündürlük, yəni hd 3-dən böyükdür. Və deyir t'nin neçə saniyə ərzində deyir. Yerinə yazsaq 1/11t çıx 5t kvadrat böyükdür 3-dən. Buradan alınır ki 5t kvadrat çıx 11t plus 2 sıfırdan kiçik. Buna belə yazırıq. 5t kvadrat çıx 10t çıx t çıx 2 sıfırdan kiçik. İlk ikisində orta vuruq 5t var. T çıx 2 qalır. Burada toplamadır. Mənfini qabağa çıxarsaq t çıx 2 sıfırdan kiçik. İndi baxırıq. Orta vuruq kimi t çıx 2-ni çıxarsan mötərizə xaricinə. Birincidə 5t qalır. İkincidə isə 1 qalır. Sıfırdan kiçik. Kökün biri 5'də 1'dir. Digəri də nədir? 2'dir. Demək, hər ikisi boşluq içindədir. 2-dən 5'də 1. 2'nin sağında t'nin yerinə mən 5 yazsam, hər ikisi müsbət, hasıl müsbət. İkisi arasında mənfi olacaq. 5'də 1'in sonunda t'nin yerinə məsələn 0 qoysam, 0 qoysam hər ikisi mənfi, hasıl müsbət olacaq. Bizə mənfi lazımdır. Demək, t'miz yerləşir 5'də 1 ilə 2 arasında. Deməli 2-dən kiçik olanda, bir də 5'də 1'dən böyük olanda hündürlük 3-dən böyük olur. Deməli 2-dən də 5'də 1 çıxanda 1,8 saniyə ərzində. Yəni 1,8 saniyə ərzində nə olacaq? Artıq yerdən 3 metr çox hündürlükdə yerləşəcək. 27-ci sual və sualımız belədir. Deyir ki, fx funksiyası x0 nöqtəsində ona çəkilmiş toxunan qrafiklər üçün uyğun edin. Fx funksiyası üçün belə toxunan tənliyi. İndi baxaq. Toxunana baxaq. Toxunan keçir, hansı nöqtədən keçir? Birinci ona baxaq. Toxunan keçir 2, 3 nöqtəsindən. 2, 3 nöqtəsindən keçir toxunan. Bir də hansı nöqtədən keçir? Bu nöqtədən keçir. Bu nöqtədə nə deməkdir? -2, 0. -2, 0. Yəni toxunan bu iki nöqtədən keçir. İndi baxaq. Toxunan tənliyini yazaq. Y bərabərdir kx plus b. İndi x2 olanda y3. 3 bərabərdir 2k plus b. Sonra x -2 olanda y isə 0 olur. 0 bərabərdir -2k plus b. Toplasaq 3 bərabər olacaq 2b-yə. 2b-yə. B də bərabər olacaq burada nəyə? 1,5. Yəni 3-ün 2-yə nisbəti. 3-ün 2-yə nisbəti. B-nin yerinə yazsaq burada. Burada ikincidə nə alınır? İkincidə nə alınır ki, B-miz 2K-dır. B-nin yerinə yazsam qiyməti 3 bölü 2 bərabər 2K-ya. K da bərabərdir 4-də 3. Deməli, toxunan tənliyi K 4-də 3-dür. 4-də 3x. B-də 2-də 3-dür. Üstəlik 2-də 3. Toxunan tənliyi. Deməli, 4-də 3x, 2-də 3. 1-ə C. Toxunanın tənliyinə paralel düz xətt. Paralel düz xətt, yəni 4-də 3x olacaq, amma B-si fərqli olacaq. Buna D variantı. Buna D variantı 4-də 3x. Deməli, C də istifadə olundu. Toxunanın tənlinə perpendikulyar düz xətt. Perpendikulyar isə bucaqlıqları -1 olmalı. Deməli, digər bucaqlıqları olacaq -3-də 4. -3-də 4x. Deməli, B ilə Y. B ilə də Y buna uyğun gəldi. Yəni, doğru cavab 3-ə də B, Y. Yirmi 28-ci sual. A, B, C, D, Y qabarıq altı bucaqlısının daxili bucaqları bərabərdir. A, B 3, B, C 4, C, D
5 və YF 1 olarsa, DY və AF tərəflərin uzunluğunu tapın. İndi 6 bucağı çəkməliyəm. Qabarıq 6 bucaqlı çəkməliyəm mən burada. Uzun qabarıq 6 bucaqlımız. Deməli, AB, AB, sadəcə tərəflərlə seçim ki, biraz düzgün olsun. Deməli, B-ni burada qeyd edəcək. AB, AB, BC, BC və CD. Biraz uyğun gəlsin. Bu şəkildə. ABC, D, Y, F. İndi deyir ki, AB 3'dür, BC 4'dür, CD 5'dir, YF də 1'dir. AF-lə bizdən soruşur. AF və D tərəflərini soruşur, nəyə bərabərdir? İndi çox maraqlı bir suala gəlib qarşılaşdıq. Burada nə edəcəm? Bunu 3, 4, 5. Bunu üçbucağı tamamlasam bu şəkildə. Gör nə baş verəcək? Üçbucağı tamamlasam belə. Eyni zamanda bunu da uzadaq belə. Bu şəkildə. İndi buranı da uzatsaq iş bitəcək artıq. Üçbucağı tamamladıq. İndi altıbucağının daxili bucaqların cəmi 720 idi. 720. Deməli, bucaqlar bərabər olduğu üçün hər bir bucaq olacaq 120 dərəcə. Bura 120, burada 120. 120 isə bura olacaq 60, burada olacaq 60. Bura 60, 60, burada 60. Deməli, burada 4-dürsə, burada 4, burada 4. Eyni zamanda bura 120, bura 120, bura 60, burada 60 olacaq. Bunu da bildik. Eyni zamanda bura 120, bura 120, burada 60, burada 60. Deməli, burada 60'dır, burada 60 olacaq. İndi nəyə fikir veririk? Böyük aldığımız bu üçbucaq, böyük üçbucaq bərabər üçbucaqdır. Bərabər tərəfli üçbucaq. Mən bura x desəm, burada x-dir. Burada x. Bura y desəm, burada y-dir, burada y-dir. Vəssalam. İndi yaza bilərik ki, bərabər üçbucaq olduğu üçün tərəflər bərabərdir. Mən yazıram buradan. X plus 7 bərabər olacaq nəyə? X plus 1 plus y. X plus 1 plus y. Deməli, y nədir? Y 6'dır. Y tapdıq 6. Məlum məsələ. Y 6'dır. Y 6'dırsa, artıq mən burada yenə yazsam. 6 plus 5 plus 4. Bərabər nəyə? 15. 15 tərəfdir. 15 tərəfdir. 15 tərəfdirsə 3-dən 4 elir 7. Yerdə qalır 8. Deməli, x də 8. Deməli, x 8-dir, y 6'dır. Deməli, AF x-dir, 8'dir. Sonra dy y-dir, y tapmış 6. Doğru cavab bu şəkildə. Maraqlı sual imiş. 29-cu sual və sual belədir. Bütün ədəd oxunda təyin olunmuş fx cüt cx tək funksiyasıdır, deyir. İndi deyir ki, hx funksiyası üçün h-1, h-1 ise h0 vur h1 cəmini hesablayın. İndi buna baxaq. h1 nə olacaq? Daha doğrusu h-1. h-1 bərabər olacaq 2 üstü -1 çıx 2 vur -1 vurulsun f -1
Üstəgəl C mənfi 1. Bu H mənfi 1'dir. İndi H1 yazıram. H1 bərabərdir 2 üstü 1. Çıx 2 vur 1. F mənfi 1. Üstəgəl C H1 yazdım. Mənfi yazdım. F1 üstəgəl C1. Bunu yazdıq. H0. H0 bərabərdir 2 üstü 0. Çıx 2 vur 0. F0 üstəgəl C0. Bunu yazdı. Deməli, H mənfi 1 yazdıq. 2 üstü mənfi 1. Çıx 2 vur mənfi 1. F mənfi 1. Üstəgəl C mənfi 1. Bunu yazdıq. H1 2 üstü 1. 2 1 F1. Üstəgəl C1. Bunu yazdıq. Və salam. İndi Cx tək funksiyadırsa, Cx tək funksiyadırsa, C mənfi 1 mənfi C1 eynidir. Və C0 da 0'dır. C0 da 0'dır tək funksiyada. Bir də cüt funksiyada f mənfi 1 ilə f1 eynidir. İndi bizdən də soruşur. 3'ün cəmini soruşur. 3'ün cəmi. İndi h mənfi 1'ə baxaq ilk öncə. H mənfi 1'ə. 2 üstü mənfi 1 eləyir 2'də 1. Mənfi mənfi müsbət 2. Müsbət 2. F mənfi 1. F mənfi 1 ilə f1'ə bərabərdir. F1 yazıram. Üstəgəl C mənfi 1. C mənfi 1. C mənfi 1 mənfi C1'ə bərabərdir. Çıx C1. Bunu yazdıq. İndi keçirik digərinə. H1. 2. Çıx 2 F1. Üstəgəl C1. Keçirik H0'a. 2 0 1. Çıxılsın 0. Üstəgəl C0. Tək funksiya olsun da 0. İndi bunların cəmini soruşur. Bunları toplasaq. Bunlar 0'a gedəcək. Bunlar 0'a gedəcək. Nəticə olacaq. 3/2'də 1. 3/2'də 1. Yəni 3/5 olacaq. Yəni doğru cavab burada 3/5'ə bərabərdir. Nəhayət gəldi sonuncu sınağın sonuncu sualı. Deməli, isbat sualı. A, B, C, D və M-in mərkəzləri O və P nöqtələrində olan iki müxtəlif çevrələrin ortaq toxunmalarıdır deyir. İsbat edin ki, MY NK-yə bərabərdir. MY NK-yə bərabərdir. Biz onu isbat etməliyik. İndi mən bura A desəm, burada A olacaq. A. Çünki MA, MY-dən MA və MY bir nöqtədən çəkilmiş toxunlardır. İndi digər tərəfdən də mən bura bir dənə B desəm, burada B'dir. Burada X deyirəm. X. İndi mən göstərməliyəm ki, MY, yəni A, bərabərdir NK. Yəni A-nın B-yə bərabər olduğunu göstərməliyəm. İndi burada nəyə baxırıq? Burada digər tərəfdən də. İndi NY ilə NC bərabərdir. Yəni bura yaza bilərik, B plus X yaza bilərik. B plus X. Bunu yazdıq. Digər tərəfdən də MK ilə MB bərabərdir. MK ilə MB. Burada olacaq A plus X. A plus X. İndi digər tərəfdən də ortaq toxunanlar AB ilə CD bərabərdir. Yəni AB CD-yə bərabərdir. Ona görə yazırıq ki, AB 2A plus X bərabərdir CD 2B plus X. X'lər gedir, 2'lər X'lar gedəcək. Yəni 2A bərabər 2B, 2'lər X'lar gedir, A B-yə bərabər çıxdı. Biz göstəririk ki, A B-yə bərabərdir. Soruların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın.